Salam, hər vaxtınız xeyir olsun. Bir neçə ay bundan öncə mən cənab Daxili İşlər Nazirimiz Vilayət müəllim Eyvazova müraciət etmişdim. Müraciətim əsasında bildirmişdim ki, Xəzər rayonunun Baş Polis İdarəsinin rəisi Əli İbrahimov mənim evimi mənimsəyib. Və xahiş eləmişdim ki, mənə bu işdə köməklik etsin. Mənim müraciətimdən sonra məni Bakı şəhəri Baş Polis İdarəsinə çağırıldım. Mən qulaq asıldım, dinlənildim. Özləri də gördülər ki, həqiqətən mən aldadılmışam, mənim evim mənimsənilibdir. Evim Əli İbrahimov tərəfindən faiz pul verməklə götürülüb və evimi qaytarmır. Bugünkü günə qədər artıq məsələnin üstündən 4-5 ay keçir. Mən hər dəfə Bakı şəhəri Baş Polis İdarəsinə gedirəm, gəlirəm. Əli İbrahimovla da orada üzləşməm oldu. Həqiqətən də özləri də gördülər ki, faizə pul verib mənim evimi mənimsəyib. Bir daha mən buradan Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazova üzümü tutaraq bildirmək istəyirəm ki, cənab Vilayət müəllim, bugünə qədər mənim evimin məsələsi hələ də öz həlli yolunu tapmayıb. 4 otaqlı evin bütün əşyalarını, veşlərini evdən çıxardaraq, hara aparıbdı, hara yerləşdiribdi, kimin yanına yerləşdiribdi mən bilmirəm. Hal-hazırda da mənim evim həlli yolunu tapmır. Nə evim qaytarılmır, nə evimi satmağa imkan vermirlər, nə pulu verirəm, götürmürlər. Mən çox xahiş edirəm. Təcili şəkildə mənə köməklik göstərəsiniz. Əgər mənim evimin məsələsi həll olmasa, mən evimin qarşısında özümü od vurub yandıracağım. Və buradan da üzümü tuturam Əli İbrahimov tərəfindən aldadılan nə qədər vətəndaşımız varsa, xahiş edirəm mənim səsimə səs versinlər. Birlikdə biz öz evlərimizi tələb edək. Çünki tək mən deyiləm, məndən başqa da çox insanlar bu şəkildə hal-hazırda evlərini tələb edir. Vətəndaşlarımız var ki, mənim müraciətimdən sonra onların hamısı mənə yazırlar. 60-dan çox insandır, hansı ki Əli İbrahimov tərəfindən onlar da aldadılıblar. Xəzər rayonunun Baş Polis İdarəsinin rəisi tərəfindən faizə pul verir, insanların əlindən evlərini alır və bayrağı atır. Mənim əlimdə video görüntülərim də var. Əli İbrahimovla faiz haqqında apardığım söhbətlər barəsində lazım olan yerlərə təqdim edə bilərəm. Bakı şəhər Baş Polis İdarəsinə təqdim etmişəm, video görüntüləri də və mənə kriminal aləmin insanların hədə-qorxu gəlməklərini də, bütün əlimdə mənim dəlil və sübutlarım var. Mən artıq dərəcədə xahiş edirəm, cənab Vilayət Eyvazov, cənab general, bizə köməklik göstərəsiniz. Bu məsələnin yoluna qoyulması üçün sizdən kömək istəyirik. Mən də bir Azərbaycan vətəndaşıyam, 4 evladım var, mənim evim ola-ola, niyə bugün mən küçədə qalmalıyam? Niyə mənim evim mənimsənməlidir? Baş Polis İdarəsində işləyən rəis nəyə görə faizə pul verib insanlar aldatmalı? Cənab prezidentimiz İlham Əliyevə müraciət edirəm. Mehriban xanım, sizdən xahiş edirəm, bir ana olaraq bizə bu işdə köməklik göstərəsiniz. Dəfələrlə müraciət etməyimə baxmayaraq,